Belə eləməyin. Vallahi belə eləməyin. Həyat bumerangdır. Nə inirsinizsə sizin də başınıza gələcək. Nə inirsinizsə sizin də başınıza gələcək. Allah ona kömək olsun. Ya Rəbbim, ya Rəsulallah. Nə bilim, bu axşamın sahibindən istəmişəm. Bu axşamın sahibindən istəmişəm. İnşallah ona kömək olar. İnşallah, ya Rəbbim, ya Rəsulallah. Ədalət yerini bular, həqiqətən tapar. İnşallah, inşallah, inşallah. Nə bilim, Allah onu balalarına bağışlasın. Tez bir zamanda da çıxıb getsin öz ailəsinin yanına. Heç bura qayıtmasın. Çünki bizdə bəzi insanlar çox qəddardır. Çox qəddardır. Qəbul eləyə bilmirik biz. Özünə baxan xanımı, qəşəng geyinən xanımı, əylənən xanımı qəbul eləyə bilmirik biz. Vallahi. Hə, çoxdan bitib aşkım. 27'də bitdi də. Nə bilim vallahi. Allah hamımıza kömək olsun. Ürəyinizin gözəlliyi həyatınıza yansısın. Amin inşallah. İçimən qarışıq. Ürəyinizin gözəlliyi həyatınıza yansısın. Ən gözəl duadır bu. Ən gözəl dua. Ən gözəl duadır. Nə deyə bilərəm daha? Heç olmasa o komentariyaları yazanda utanın. Baxıram girir, biri yazır. Ləman orada danışır, Ləmanın komentariyasına yazıb. Bir bunu tutsaydılar. Allah haqqı o insanı mən şəxsən yaxından görmək istəyirəm. Görüm niyə bacı? Niyə də niyə? Axı niyə tutsunlar? Niyə də niyə yazırsınız o sözü? Az belə pit çıxmasın, sözüm biraz pit çıxacaq. Allah kömək olsun o. Neydi o qızın adı? Damla. Yazıblar ki, çox qudurmuşdu. Bunun bilirsiniz nələri var? Az nələri var? Az laf var. Az sizə nə? Az laf var. Lap evi var sizdən gizlədir. Lap maşını var səndən gizlədir. Az sənə nə də? Sənə nə? Sənin də olsun. Sənə nə? Çox qəribə sizə. Qurban haqqı. Mən nə bilim, şükür ki, mən elə deyiləm. Min şükür, ya Rəbbim, ya Rəsulallah. Mənim nə vecimə sənin nəyin var, nəyin yoxdur. Nə bilim, Allah həriyə bir qismət verib. Mənə verib ki, mənim 2 otaqlı evim olsun. Sənə verib sənin 5 otaqlı olsun. O birisinə verib ki, o birisinin də villası olsun. Allah mənim alnıma 2 otaqlı ev yazıb, sənə yazıb 5 otaqlı, o birisinə də yazıb villa. Nə təxlisi var ki, mənim bəxtim olsaydı, mən nə bilim nə olardım. Belə şey yoxdur. Yoxdur. Bir dənə bizdədir bu. Salam aşkım, salam ürəyim. Salam, salam. Bir damcı üzün qalıb. Hə, sən niyə yatmırsan? Nə bilim, az yuxum gəlmir. Bu aralar mənim əsəblərim üzdədir, ona görə. Bu gün də bütün günü qabağıma o videolar çıxıb, ağlaya-ağlaya video. Çarəsiz olmaq mən nədir? Çox yaxşı bilirəm. Çarəsizlik o qədər çox pis şeydir, qızlar. Allah heç kimi çarəsiz eləməsin, ya Rəbbim, ya Rəsulallah. Allah heç kimi sınağa çəkməsin. Heç kimi çarəsiz eləməsin. O qədər pisdir ki, o çarəsizlik, o qədər pisdir. Mənim anam xəstəxanada olanda mən o qədər çarəsiz idim. O qədər bilmirdim neyniyəm. Bilmirdim neyniyəm. Çox pis şeydir çarəsizlik. Bu günlərim mən o videolar qabağıma çıxanda çox pis oldum, ağladım. Gördüm ki, çox çarəsizdir, həqiqətən də. Mən də çarəsiz olduğum anlar olub.
o qədər yorulmuşam ki, yəni daha bu qədər bəsdir demişəm. Yetər artıq demişəm də, yəni insan bu qədər sınağa çəkilə bilməz də. Amma yox dediyim yerdə Allah elə gözəl qapı açıb ki mənə, elə gözəl qapı açıb ki, qapıların ən gözəlini açıb. Qurban olum ya Rəbbim, ya Rəsulallah sənə. Yəni bitti dediyim anda sıfırdan başlamışam. Allahıma qurban olum. Mən heç vaxt Allahımdan narazı olmamışam. Qurban olaram Allahıma. Bugün də o videolar qabağıma çıxdı. Yəni həqiqətən də çox pis oldum. Çox pis oldum həqiqətən. Allah balalarına kömək olsun. Allah onu balalarına bağışlasın. Allah onu qaldırsın. Pis insanları Allah sevindirməsin. İnşallah tez bir zamanda ədalət yerini tapsın. Qurban olma Allaha. İnşallah arzu da balalarına qovuşsun. Amin inşallah. Nərminlə sənin haqqında nələr danışırdı? Hə, danışsın da. Hə, nə olsun? Hə, danışsın da, nə olsun ki? İtilin söhbətini indi eləyirsiniz. İtilində olan söhbəti indi eləyirsiniz. Hə, nə olsun? Əcəb eləyib danışıb. Yaxşı eləyib danışıb. Əlinin içindən gəlib danışıb. O vaxt elə fikirləşib, elə danışıb. Danışıb da, nə olsun? Mənim heç vecimə də deyil. Hə. İndi o danışıb deyənə mən neyini, mən də deyim əcəb olub. Niyə? Mən axı içimdən gəlmir o söz demə. Mən deyirəm Allah qapısını açsın. Allah balalarını xoşbəxt eləsin. Tez bir zamanda balalarına qovuştursun. Allah Taala onun köməyi olsun. Allah onu pənahında saxlasın. Tez bir zamanda ailəsinə qovuşsun. Uşaqlarına qovuşsun. Allah hamımızı şərdən, böhtandan qorusun. Allah bizi şərdən, böhtandan qorusun deyim. Amin inşallah. Hə. Siz ailədən danışmır da arzu. Az lap danışsın, əcəb eləyib danışır. Danışıb da. TikTok'da qısa cəmaat fikir bildirməlidir də. Fikrin bildirib o da. Hə, yaxşı eləyib bildirib, əcəb eləyib bildirib. Az bir ilin söhbətini gətirib indi eləyirsiniz. Cəmaat nə dərdlədir, siz nə dərdlərsiniz? Oxuş necəsən? Aybisi, Aycan. necəsən? 5 dəqiqə dur. Xoş gördük səni. Sağ ol, sən necəsən? Səni gördüm, yaxşı oldum. Can, həmişə yaxşı olasan. Səndən bir şey xahiş edeyim də. Buyur, buyur. Səhifədə problem var. Hə. Yeni səhifə bir dənə sənə yazıram canlıya. Bir dənə bax ora bir dənə mənə takip bassınlar da. Orxan yazıram, gör düşür. Yaz. Va, Orxan yazdım, gör düşəcək. O düşdü, bax Orxan orucu görürsən. Qızlar, Ona bir dənə sabitdə quzu kəsim, canlı açmalıyam. Sən buradasan, necə sabitləyim? Sən burada olanda Onu sabitləmə yox. çıxıram, bir dənə onu sabitlə də onu hamı dora dostluq açsın, bir dənə canlı açım. Yaz təzdən, oxuş yaz təzdən sabitləyim. Nə bilim az, Orxan oruclu. Qızlar, yuxarıda gördüyünüz Orxanın səhifəsidir. Bir dənə oranı qurban sizə atın da ona takip. Yazıq da ağlayır. Deyir mənə takip atın. Belə takip yığan yoxdur da yəni. Attım bacı can. Çox sağ olun qızlar. Allah canınızı sağ eləsin. Siz Allah Orxana takip atın. Nəfsiz adı tutar bizi gecə-gecə. De yuxarıda sabitlənib qızlar. Canlı gəzib takip istəyir. Eybi yox bacı, kömək olaq da. Daş atmırıq, qolumuz yorulmur. Pul vermirik, bir şey eləmirik. Bir dənə belə tıqq eləyirik, takip eləyirik də. Nə olar ki? Necə arıqlamısınız? Zehin və bədənlə.
Nə bilim az, nə bilim. Onsuz da deyir, mən nə desəm də, hərə öz bildiyin zaten eləyir. Ona görə boş verin. Amma elə eləyin ki, qəlbinizin gözəlliyini itirməyin, qızlar. Kinivizə, küdurətinizə yenik düşməyin. Nifrət hissini qəlbinizdən yox eləyin. Çalışın heç kimə qarşı nifrət eləməyin. Sevgi hissi daha da çox olsun ürəyinizdə. Nə qədər ki onun bunun paxıllığını çəkəcəksiniz, heç vaxt artmayacaqsınız qızlar. Yalnız qıraqdan durub kimlərinsə xoşbəxtliyinə, kimlərinsə puluna boynu bükük baxacaqsınız. Yadınızda saxlayın. O nifrəti, o kini, o küdurəti özünüzdən uzaqlaşdırın. Amin inşallah. Kimsə sizə qarşı səhv eləyib, Allah canını sağ eləsin. Din yolunuza davam eləyin. Takılı bu insana qalsaz, intiqamın dalına düşsəz, inanın mənə özünüzü bədbaxt eləyəcəksiniz. Boş verin. Boş verin. Heç kimə görə bu həyatda inciməyə, küsməyə, nifrətə dəyməz. Bilmirik sabah başımıza nə olacaq. Qəza gələ bilər başımıza. Elə bir zamaniyə gəlib çıxmışıq ki, ölüm o qədər cavanlaşıb ki, kinə, küdurətə vaxt ayırmayın qızlar. Sevin, sevilin, gəzin, nə bilim ay bacı. Özünüz üçün yaşamağı bacarın. Qonum üçün, qonşu üçün, xala üçün, bibi üçün, dayı üçün, cici üçün. Nə bilim o bunu deyər, bu onu deyər. Ay qız boş verin, boş verin. Bir də hal-hazırda mənim canımdan olanlardan xahiş edirəm. Çox xahiş edirəm. Ant verirəm sizi ən çox sevdiyiniz yerə. Nə olar o Arzunun videoların altından, indi hamıya demirəm, amma burada olanlara demirəm. Şamil eləmirəm, hamıya yazmayın. Nə olar, çox xahiş edirəm. Əcəb oldu, yaxşı oldu, nə bilim, yaxşı qudurmuşdunuz, yazmayın. Yazırsınız, yazın, Allah köməyin olsun. Yazmırsınız, yazın. Heç nə yazmayın. O yazanlara ait daha qızlar üstünüzə alınmayın. Sizlə deyiləm. O pis yazanlara deyirəm. Yazmırsınız, heç nə yazmayın. Oxuyar, pis olar. Zaten bu dəqiqə psixologiyası pozulub o insan. Nəfəs xoş gəlmişsən. Yaxşı, sağ ol, sən edirsən. Yeməyi təzə yemişəm aşkım. 3 dəqiqədə canlıda qalım çıxıram qızlar. Mamanın 40'a çıxıb. Mamamın ili yaxınlaşır. 40'a çıxıb nədir? Allah deyir ki, müzakirə etməyin ki, bir gün sizdə müzakirə olunacaq. Düppədüz. Düppədüz. Sən yemək, nədir ürəyim gedir, canın çox sağ ol, qurban ol. Qızlar, mən çıxıram, gedim biraz yatım. Sizi çox sevirəm, yaxşı ki varsınız. Bir dənə video paylaşmışam, Sibrizin reklamıdır. Girin ona, o videoya baxın, bəlkə siz də bəyənərsiniz, günlük evlərdir. Günü 250 manatdır, həftə sonu 300 manatdır. Gecəniz xeyrə qalsın, öpürəm sizi.